gəlməlidirlərsə, onlar bura gələcəklər. Necə ki, bir dənə fikir verin, bax, gəliblər də aşağı. Buradan əməli başlı short trend var idi aşağıya doğru və insan düşünə bilərdi ki, okey, bunlar birbaşa bura gəlirlər. Amma görün nə oldu? Getdilər yuxarını kimə saxlayıblar? Kimə qoyarlar qazansınlar? Getdilər onu vurdular. Özdə bir dənə fikir verin hərəkətə, necə aqressiv şəkildə bu baş verib. Bundan sonra hamı düşünəcəkdi ki, bu long gedir də, yəni. Bu cür hərəkətin qabağını nə kəsə bilər? Hələ bunu göstər bunu. Bu var ha, baba bu. Stopların düzüldüyü yer longa giriş nöqtəsi. Heç nə. Gəldilər, təbaq qalxdığı kimi də düşdülər. Çünki onların məqsədi bura gəlmək idi. Bura gələcəklər onlar. Afigət. Ödə 4 saatlıqda da baxanda ödə tərtəmiz zonadır da. Tərtəmiz. Belə söhbət var. Bomboş zonadır. Bu gedir shortdur da bu. Bu funt dollar. Bu zonaya gəlməlidir də bu. Maraq zonası buradır. Yəni bir dənə belə bir şey olmalıdır. Biz ondan aşağıda bağlansaq getdik aşağı. O sol belə situasiya. Belə getdi. Əgər buradan qalxma fikri olsa. Getdi daş aşağı. Okey. Çünki burada reaksiyaya baxmaq lazım olacaq. Düzdür, çönüş var. Bax, çönüşü hardan tutmaq olar uşaqlar? Bir dənə buna baxın, yenə də burada elips var. O elipsi istifadə edin. Rus dilində okrужность yazılıb. Bir dənə minimumlara fikir verin bir dənə. Burada minimum var. Düzdür? Buranı o pişi götürürəm. Bax, ikinci minimumum bu qədər düşüşdən sonra. Yenə də yuxarıdadır. Biz yenə də qalxırıq. Biz üzü yuxarı gedirik dostlar. Fakt bu dəqiqə trend longdur. Burada baş verən bu şey var ha. Bu sadəcə korreksiya olacaq. Bunu gözləmək lazımdır. Bu korreksiyadan sonra təsdiq verəcəyi yenə də tələsməyin. Çünki bu elə 4 saatlıq qrafikdədir. Bu çox təsdiq verəcək, yəni girmək üçün. Bura girəndən sonra da buna düz buralara kimi dartmaq olar, yəni. Bu əgər long gedirsə. Bu gedib bura çatacaq. Sonra da baxacaqsınız ki, ayda getdi necə gözəl götürmək olardı, amma heç nə, yarıdan çıxmışdınız. Uşaqlarda stop çox olur. Əsas stopun üstündə işləmək lazımdır. Stopu düzgün yerə qoymaq lazımdır. Göstər və orada görmək adamları çıxardırlar. Bir dənə günlükdə baxanda, bir dənə vəziyyətə baxın. Bunu hələ mən 4 saatlıqda bunu çəkdim. Bu heç nədir, yəni. Bunlar düz bura kimi gələcəklər, bunu da kəsəcəklər hətta. Oradakı stopları kimə saxlayıblar? Özdə günlükdə. Nəyə görə? Çünki bunlar bir dəfə gəliblər bura, 2 dəfə gəliblər. Axırda gəlib günlükdə baxın, təmizləmə işlərini qutarıblar və adətən belə bir şeylər olanda həmişə nə olur bizdə? Bax, bir dəfə dəyirik, 2 dəfə dəyirik, sonra biraz aşağı gedirik, qaydanda çox bərk uçuruq göyə. Как da AMD da. AMD modeli yaranır bizdə. Sonra da bir dənə geri korreksiya və hərəkətə davam. Həftəlikdə nətərdir vəziyyəti bunun? Heç nə. Həftəlikdə də ki long. Həftəlik Çertovski long gedir. Long trenddir də. Long trenddir. Özü buranı da keçmişik biz uje. Yüngül indi ola bilər həftə açılanda bir dənə o birisi tək şam strukturu ilə bir dənə iynə atır aşağı yüngül. Bu çox bərk longda açıla bilər. Çünki burada şamın iynəsi də qalıb. Şam özdə aşağıdan açılıb gedib yaşıl bağlanıb. Çox belə konkret belə normal situasiya. Çox qəribədir də yəni. Çox qəşəng gedir. O da altdakına bax. Təzədən şeylə onu. Hansı time frame? Nedelniy поставdan. Şeyə qoy. Bax görsən, sol tərəflərə bax. Gör necə aqressiv aparırlar. Görsən. Neçə dənə yaşıl şam. Order blokdan reaksiya almış. Pofikdir, o yaşıl gedəcək. Prosta mən nəyə deyirəm? Burada yüngül bir olmalıdır da o. Onu sadəcə izləmək lazımdır ki, bizdə nə baş verəcək. Həftəlikdə uverenli bir dənə longa basən. Həftəlikdə vəziyyət əladır. Çox babat. Həftəlikdə superdir vəziyyət. Funt dollar, funt dollar. Okey. Dollarda mənim pulum var. Acı xatirələr. Funt dolların mənə verəcəyi var elə. Evrozda ümumiyyətlə AMD-dir həftəlikdə. Ani mogutu da vверх. Oradan da aşağı bir dənə nəyi var bildin. Burada da gözlə bir dəqiqə. Bu short gedir belə. Həftəlikdə. Fakt deyil. Bilsən necə? Bu həftəlikdir. Bu buradan saysan bu 2003-cü ildir. Yəni bu həftəlikdir o. Belə baxanda şəxsən long. Biz keçmişik bütün zonaları. Əgər günlükdə baxsaq, günlükdə heç nə. Yüngül korreksiyaya burada sadəcə likvidlik alınması olub. Açıq aydın. Qırmızı şamdan sonra növbəti qırmızı şam onu keçib iynə ilə. Sonra gəlib ondan aşağıda bağlanıb. Of course. Burada biz Mən bir dənə ümumi sual verə bilərəm. Bəli, buyurun. Ümumi aşağıda bir dənə W yaranır, Fatih. Oradan yəni aslında belə zaten ümumi baxanda hiss olunur da long gedəcək.
Bildiğin sağ tərəfi deyirəm. Bəli. Bu düz yaşılların aşağısı. Bu devları demirsiniz? Normal W kimi gedəcək yuxarı. Orada double buton var. O tərəfdə də double buton var. Əminim, bax. Sadəcə bir şey deyim, bir dənə Rizə. Bax bu double butonlar var. Bir dənə buranı göstər. Bu eyni səviyyədə olsa vurulacaq zonaya dönür. Olsa o ucu double buton yox, o ucu olur tələ. Bax, belə baxanda yenə də təzə instrument öyrənmişəm. Elipslə işləyirəm. Bu ilə daha aydındır. Görmürsən, hər dəfə o yuxarı qalxır. Ha, Heç bir yuxarı. yeniləməyib də, yəni lower low yaratmayıb, ancaq lower high-dır, ifso da. Orada da yığıb basıb yuxarı raket uçur. Burada ortalardan girsən də şort təsəvvürlə hər dəfə gəlir düz maksimumun yanına da stopun yanına. Oradan qayıdır düşür aşağı. Burada ona görə Bir də burada da eyni şey olub. Bax fikir ver. Təsəvvürlə take profit qoymusan aşağıya, baba bura qoymusan da deyək ki. Bir də buralarda da take profit. Əməliyyatı saxlamısan, düşür aşağı, oradan qayıdır təzədən açdığın yerə, hətta mənfiyə də gedirsən. Oradan təzədən düşür aşağı, yenə qayıdır dala. Ay belə skolka lətdən gözləmək lazım. Günlərlə. Əməliyyatı açanda 31 mart idi, əməliyyat gəldi təpə oldu 17 aprel. 17 gün səni elə Swap bəs eləyir swap elə. bəsdir də, gecə swopu. O da əməliyyatda qala bilsən, elə arada Heç qala bilməyəcəksən. Sənə gəlib elə 17 günün içində bir dənə qap bəs eləyəcəksən məhv eləməyə. Amma nə gözəl gedib bu, nə gözəl gedib hə. Bu da davam eləyir də qardaş, o da long gedir. Davam eləyir. Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, bax bunda belə bir xassiyyətlər olur. Bax bu zona var ha. İndi bayaqları qeyd elədik. Bu zona var ha. Bunu hansısa back zona kimi qəbul eləməyin. Bunu keçdi deyə bu çöndü elədi. Burada dəfələrlə görürük ki, yəni onu heç vecinə dalmayıb da. Bax burada da elə zona olub. Onda keçib. Sadəcə maksimum yenilənməyib. Vəssalam, ondan sonra təzədən düşmüşük aşağı. Bax burada da o zonaları məsələn heç birinə reaksiya olmuyor. Biz gəlib onlardan da yuxarıda bağlamışıq, amma təzədən dönmüşük aşağı. Çünki bu trend 4 saatlıqda gedir. 15 dəqiqəlik də bizdə tez-tez qırılma falan olsa da, yəni 4 saatlıqda açıq aydın görürük ki, burada trend gedir. Hətta burada da bax yenə də belə bir situasiya var. Fikir verin. Normal olaraq saymaq olardı ki, biz buradan çönməliyik. Yox, bu bura vecinə almadı, buradan getdi yuxarı. Amma görürük ki, sonra təzədən düşdülər aşağı. Burada da düz dibinə kimi gəliblər. Yəni bütün bu hərəkəti doldurublar bunlar. Sən balaca time frame-də bax gör buna stop qoymağa yeri var. Long girsək. Var. Bunun aşağısıdır da. Sadəcə çox çatdırmayacaq. Məncə bu gün də qapla açılacaq bazar. 12-dən sonra saat 1-də bir də qəşəng qapı olacaq. Özdə həftənin əvvəli bir dənə Asiyada hərəkət olur. Dayanmadan gedirlər. Yəni yerin dəyişiblər də. Liba o Asiyada olur, liba görürsən ki, New Yorkda olur, liba ya da Londonda olur. Hər aylarla dəyişir də, o baxır indi. Kimə düşür də? Bu da burada saatlara baxa bilərik biz. Görək o məsələn bax buna bax. Baxırsan ki, long gedib də, düzdür, o tərəfi göstər bir dənə. Orada gör nə qədər stop yeyənlər var. Çünki orada onların heç bir yerinə stop qoyula bilməzdi. Fikir ver və bu zona. Gör nə qədər burada dayanma olub və nətər vurublar onu. Bax burada. Nə var bir dənə vurdular. Bax bir dənə bu zona və gəlib təmizlədilər. İtipa getdilər yuxarıda. Ondan sonra bir dənə bərk hərəkətə bax gəlib bunu da vurdular. Yavını yəni o stopları stop hədəfdir. Bu ortadakı çox qəşəng vurub axı. Onu bilin, ona bax. O bundan sonra özdə həzz alıram elənsinə. Bundan sonra özdə bax burada potensial olaraq çox gözəl long girmək olardı. Nəyə görə? Hətta belə yaxınlaşdırıb baxsaq. Görürük ki, burada çoxlu sayda likvidlik var. Hansını ki biz alırıq və sonra gəlib bunu keçirik, korreksiya veririk, təzədən qalxırıq yuxarı. Yəni buradan long girmək olardı. Bu əməliyyatı qaçırtmışıq çox güman ki biz. Ya da indi uzun baxdığımız kimi görməmişik bu əməliyyatı. Çünki buradan artıq long girmək olardı. Hətta daha az da stop qoymaq olardı. Daha az. Yəni bu tez bazar olası bir əməliyyat idi. Çünki adətən belə təmizləyəndə burada order flow başlayır. Bunlar konkret olaraq gedirlər də, yəni. Neçənin neçəyə çıxır orada? Biz məsəl üçün mən girsəydim belə girərdim də, belə. Birbaşa manipulyasiyanın arxasına. Məndə biraz fərqlidir. Mən xoşlamıram da. Yoxsa çox üzr istəyirəm. Bir dənə çölə çıxıb içəri gəlirsən, söhbət öldü bilin. Əməliyyat yoxdur. Hardadır burada long? Bunu dəyişiblər. Görsən, məsəl üçün mən bu dayanışdan buralardan bir yerdən girərdim də, nə bilim, atardım bura. Deyək ki, tam təsdiq olsun da o axırıncı o qırmızıdan sonra yaşıl impulsdan onu keçəndən sonra yaşıl deyək. İmpulsdan sonra qoyaq deyək. Biz bunu götürdük. Buralardan mən məsəl üçün Oradan girmək olar çıxır. Götürərdim, если что. Mən əgər
Birin birə. Birin birə. Birin birə götürər. Niyə görə birin birə götürərdim? Millət baxın. Stopun böyüdüsə, mən nağıl danışmayacağam da bu. Birin 2-yə. Xren. Birin 2-yə hara getdi bu? Çatmayacaq. Yox, mümkün deyil, yalancı söhbətdir. Bu gedib çatmayacaq ora. Trump imkan verməz. Birin birə stop böyük olanda götürmək olur. Birin birəni götürürsən də burada, götürə bilərdim birin birəni. Həm də ki, biz buranı da görürük axı, yəni bunlar gedirlər long. Sadəcə, bu dəbərəndən sonra sən artıq gördün ki, getdi. Yenə də deyirəm, mən bura stop qoymağa qorxardım. Mən çəkinərdim bura stop qoymağa. İndi buranı vurmayıblar deyə o demək deyil ki, vurmayacaqlar. Bunun adətən gəlib bir dənə iynə atıb təzədən çıxıb gedirlər. Heç. Manipulyasiyanın arxası ümumiyyətlə ən qəşəng stop yeridir. Burada vəbşi girməli yer buraydı. Qırılandan sonra. Yanını bax, məsəl üçün baxırsan ki, short gedir. Buradan məsəl üçün girərdim. Belə deyim də sənə. 16:45 dəqiqəlik time frame-ə baxım, o super. İndi də bax belə bir burada görürsüz FVG var, düzdür? İndi baxaq görək hardadır o kvadratik. 5 dəqiqəlik time frame-də buranı çəksək, bu gəlib burada dalbiç eləyək ki, getməyək ki yuxarı, əgər bu short gedəcəksə. Yox, bir ağlar oranı da kəssəklər olur. Yəni keçəcək, bu mən inanmıram burada yəni dayanacaq. Mən düşünürəm ki, bu hələ ondan da yuxarıda açıla bilər. Bu gedib burada açılıb sonra təzədən gəlib hələ buralarda bir abdalbiç eləyib ondan sonra belə bir şey Kakabıçinoda həmişəki kimi hərəkət eləyəcəksə əgər. Çox güman ki, əgər biz belə düşünürüksə, onlar biraz fərqli düşünəcəklər. Ona görə hər şeyə hazır olmaq lazımdır. Onlar belə bir qorxu ilə çıxardırlar sənin bazardan. Milyarder olmur. Normal adamın işi deyil o. O bazarmaz o. İmенно onlarda hiss bilirlər axı insanları nə ilə idarə etmək lazımdır? Qorxu ilə. Bu bazarda yalnız səni qoy. O günləri funt dollarda mən qorxaq kimi çıxdım əməliyyatdan. Ən birinci mən çıxdım belə. Mən çox tez çıxdım. Ta gördüm ay yox. Ya onu işlədi də o söhbət. İşlədi.